Salam hər kəsə, mən Zərifə. Data Science Azərbaycan kanalının süni neyral şəbəkələr playlistinin növbəti videosuna xoş gəlmisiniz. Bu videoda başlıqdan görə biləcəyiniz kimi biz artıq neyral şəbəkələrin arxitektura baxımından tiplərindən danışmalıyıq. Arxitektura baxımından neyral şəbəkələr əslində kitabda 3 yerə bölünür. Tək qatlı feed forward şəbəkələr, çox qatlı feed forward şəbəkələr və recurrent şəbəkələr olmaqla 3 yerə bölünür. Lakin ümumi danışsaq, 2 yerə bölə bilərik, düzdürmü? Feed forward və recurrent. Niyə görə? Çünki feed forward şəbəkələrdə məlumatların axışı input qatından output qatına doğru olur və əksi heç bir halda şəbəkə daxilində baş vermir. Həmişə input qatından məlumatlar daxil olur, üzərində əməllər işlənə-işlənə output qatına qədər gəlir və outputdan artıq yekun cavablar çıxır. Feed forward şəbəkə, feed forward, yəni irəli bəsləmə bu deməkdir. Həmişə irəliyə doğru məlumatlar axır. Lakin recurrent şəbəkələrdə bizim keçən dərs hardasa 2 saat üstündə danışdığımız, amma sadəcə giriş verdiyimiz recurrent şəbəkələr var. Recurrent şəbəkələrdə artıq feedback anlayışı, feedback loopu görünür. Recurrent şəbəkələrdəki feedback loopunun olması məlumatların təkcə irəliyə doğru yox, həm də müəyyən nöqtələrdə geriyə doğru axdığını göstərir. Yəni feedback loopu olan şəbəkələr recurrent şəbəkələr adlanır, olmayan şəbəkələr feed forward şəbəkələr adlanır. Lakin kitab bu irəli bəsləmə şəbəkələrini 2 yerə bölüb, tək qatlı və çox qatlı şəklində. Niyə bəs recurrent şəbəkələri belə hissələrə bölməyib? Çünki recurrent şəbəkələrin quruluşları biraz mürəkkəbdir. Ona görə böyük ehtimal onu tək qatlı və çox qatlı kimi bölməyib, amma onların da elə versiyaları var. Yəni recurrent şəbəkələrə çox vaxt tək qatlı recurrent, çox qatlı recurrent kimi adlar eşitmirik. Amma yəni nə görsək, prosta feedback loopu varsa recurrent şəbəkə deyirik. Amma digərinə, yəni bu feed forward şəbəkələrə tək qatlı və çox qatlı olmasını vurğulamaq lazım olur. Ona görə böyük ehtimal feed forward single layer, multi layer kimi ayırıb, bir dənə recurrent şəbəkələr ümumi adı yazıb. İndi gəlin baxaq görək, ümumiyyətlə feed forward feedback fərqini bilirsiniz artıq. Feedback nə demək idi? Feedback o deməkdir ki, bir neyronun outputu həmin neyronun özünün və ya başqa neyronların inputuna qoşulur. Beləliklə də sistemin yaddaşı yaranır və sistem dinamik sistemə çevrilir. Ümumiyyətlə feedback loopu olan sistem dinamik sistem hesab olunur, çünki o sistem keçmişdən təsirlənir. Feedback loopu olan şəbəkələrdə recurrent şəbəkələr adlanırdı. Bunun adını keçən dəfə də demişdim. İndi gəlin baxaq görək, tək qatlı feed forward şəbəkələrə niyə tək qatlı deyilir? Ümumiyyətlə, yadınızdadırsa, birinci növbədə onu deyim ki, yadınızdadırsa, şəbəkələrin göstərilməsi üsulları var idi. Mən orada yazmışdım, səhv eləmirəmsə, başlığa Methods of Model Representation və yaxud da Architecture Representation və ya Network Representation. Yəni şəbəkənin, həmçinin modellərin, neyron modellərinin tək-tək göstərilməsinin 3 dənə üsulu var idi. Blok diaqramı, siqnal axışı qrafiki və arxitektural qrafik. Bunların içində ən detallısı siqnal axışı qrafiki, ən yığcamı isə arxitektural qrafikidir. Çünki arxitektural qrafikdə biz əsasən neyronlar arasındakı əlaqəyə fokuslanırıq. Nəinki bir neyron daxilində baş verən prosesə. Hansı ki, məsəl üçün, yadınızdadırsa, arxitektural qrafiklərdə bizim balaca kvadratlarımız var idi. Onlara source node deyirdik. Boz görünən dairələrimiz var idi. Onlara hesablama nodları deyirdik. Onları birləşdirən linklər var idi ki, bunlara kommunikasiya linkləri deyirdik. Sinaptik və aktivasiya kimi ayırmamıza ehtiyac yox idi, çünki məntiqsiz olardı. Çünki burada biz nə baş verdiyinə odaqlanmırıq. Biz burada fokuslanırıq ki, ümumiyyətlə şəbəkə necə qurulub. Neçə dənə source nodu var, neçə dənə computation nodu var, hansı qatları var, output nodları neçə dənə və s. bu kimi şeylərə fokuslanırıq deyə feed forward şəbəkə, daha doğrusu arxitektural qrafikdə bizim kommunikasiya linklərimiz sinaptik və ya aktivasiya link olaraq bölünmür adətən. Yaxşımı? Yəni bölünə bilərik. Yəni faktiki olaraq bölünə bilər. Məsəl üçün bu ikisini birləşdirən link sadəcə məlumat daşıyan linkdir. Burada transfer function identity function'dır. Yəni heç bir şəkildə məlumat dəyişmir. Onda bu sinaptik linkdir. Bunu deyə bilərik. Lakin ayrıca belə adlarını yazmırlar. Başa düşdünüz? Nəysə, yəni transfer funksiyalarını falan yazmırlar. Arxitektural qrafik nədir artıq bilirsiniz, o haqda danışmışıq. Hansı ki, bizim bu şəbəkələrin növlərini göstərmək üçün istifadə edəcəyimiz qrafiklərdə təsadüf deyil ki, arxitektural qrafiklərdir. Nəysə, gəlin başlayaq birinci single layer'dan. Niyə tək qatlı irəli bəsləmə şəbəkəsində tək qatlı deyilir? Niyə tək qatlı deyilir? Axı bunun həm input qatı var, həm output qatı var. Niyə buna tək qatlı deyirlər? Ona görə ki, istənilən bir şəbəkədə qat deyəndə ağlımıza hesablamanın baş verdiyi neyronlardan ibarət qat gəlməlidir. Məsəl üçün, ümumiyyətlə, keçən dəfələrdə, çox lap əvvəllərdə demişdim ki, bizim şəbəkəyə bir ədəd input verilir.
input vektoru verilir. Input vektoru ilə bağlı bizim təzə bir anlayışımız var. Təzə bir ad mı deyim? Var deyək, yaxşımı? Təzə bir ad var. Həmin o ad nədir bəs? Aşağı çəkdim məni. Həmin o ad buralara bir yerə yazsaq yaxşı olar. Buralara yazıram. Random bir yer olur amma neyse burada yaza bilərəm, bəli. Activation pattern diye bir şey var. Activation pattern nədir? Activation pattern input vektorunun digər adıdır. Kiçik yazıram. Activation pattern dediğimiz şey input vektorunun digər adıdır. Niyə görə bəs input vektorlarından activation pattern deyilir? Ona görə ki, onlar şəbəkə daxilində hesablamaları başladan, şəbəkəni işə salan əsas aktivləşdirici nümunədir. Ona görə də activation pattern sözünü görsəniz, bilin ki, söhbət nədən gedir? Söhbət gedir input vektorundan. Input vektorunun necə edim görəsən? Bunları mən əlimlə yaza bilmirəm, mən çox vaxt. Buralara yaza bilərəmmi deyə düşünürəm. Baxacağım, sanki yaza bilməyəcəm. Neysə, əlimlə yazacağım onda. Gəlin yazaq x1. x2 x3 mən touchpad'dən yazıram, ona görə biraz pis olur və x4 bitər, bildiniz də söhbət nədən gedir. 4 dənə bizim vektorun, input vektorunun, hansı ki adı activation pattern'dir. Onun 4 dənə nəyi var imiş? Onun 4 dənə komponenti var. Niyə sizcə 4? Niyə yəni 5 deyil, 10 deyil? Ona görə ki, bizim şəbəkənin 4 dənə source nodu var bu nümunədə. Şəbəkənin 4 source nodu varsa, mənim 4 dənə input vektorumun 4 dənə komponenti ola bilər. Bir ədəd input vektorumun 4 komponenti ola bilər, düzdürmü? Adətən əlimizdəki vektora əsasən şəbəkə qururuq. Əlimizdə 4 komponentli vektoru varsa, onda input vektorumuzun 4 komponenti varsa və ya digər adına activation patternimizin 4 komponenti varsa, quracağımız şəbəkənin input qatında 4 dənə source nodu olmalıdır. Kvadratlarla göstərilənlər bilirsiniz ki, source nodlardır. Hər bir komponent uyğun source nod tərəfindən qəbul olunur. Bax, x1 gedir birinci source noda, x2 gedir ikinci source noda, x3 gedir 3-cüyə və x4 də gedir 4-cü source noda. Və bunu input qatını meydana gətirir. Input qatında istənilən şəbəkə tipində input qatında heç bir hesablama baş vermir. Çünki input qatındakılar neyron deyil. Yəni hesablama uniti deyil. Onlar sadəcə input, yəni source nodlarıdır. Sadəcə mənbədən sadəcə həmin bu inputu götürür, məlumatı götürür və şəbəkəyə verir. Başqa heç nə eləmir. Yəni onların üzərində heç bir iş görmür. O işləri görəcək olanlar bu bozla göstərilənlərdir. Yəni neyronların özləridir, computation unitləridir. Ona görə də belə şeylər görsəniz, bilin ki, bu yəni source nodlar görsəniz, bilin ki, onlar üzərində heç bir hesablama baş vermir. Onlar sadəcə inputu götürüb irəliyə doğru yönləndirənlərdir. Ona görə də belə bir şəbəkə arxitekturasını görsəniz, ona tək qatlı deyirlər, çox qatlı demirlər. Ona görə ki, onun 2 dənə qatı var, input və output, lakin yalnız həmişə computation'ın, hesablamanın baş verdiyi qat kimi sayılır. Məsəl üçün, burada output qatında hesablama baş verir. Deməli, bunu qat kimi saymaq lazımdır. Amma input qatında heç bir hesablama baş vermir, deməli, onu qat kimi saymırıq. Deməli, məsəl üçün, tək qatlı feed-forward şəbəkəsi, hansı ki, məlumat idi ki, input qatından outputa doğru gedir, əksi baş vermir. Niyə tək qatlı adlanır? Çünki, məsəl üçün, 4 komponentli bir input vektorunu bura versəm, hər komponent uyğun source node tərəfindən qəbul olunur və şəbəkəyə verirlər. Məlumatları şəbəkəyə təmin edən nodlar həmin bu source nodlardır. Lakin həmin source nodlar başqa heç bir iş görmür. Onlar sadəcə məlumatları irəliyə ötürürlər. Ona görə də qat kimi sayılmırlar. Sadəcə hesablamanın baş verdiyi qat, bizim nümunəmizdə həmin bu output qatı var deyə tək qatlı hesab olunur bu şəbəkə. Oldu mu? Deməli, bu output qatındakı neyronlar bu məlumatları buradan alıb, hesablayıb, direkt nəticəni çıxaranlardır. Və hesablama bunlarda gerçəkləşir. Ona görə sadəcə bunu qat cinsindən sayırıq.
Bu arada fully connected və partially connected anlayışları var neyral şəbəkələrlə bağlı. Fully connected nə deməkdir? Tamamilə birləşən deməkdir. Fully connected neyral şəbəkələrdə hər bir qatdakı hər bir nod digər qatlardakı, yəni qonşu və irəlidəki qatdakı bütün neyronlarla, bütün nodlarla başqa adıyla birləşmiş olmalıdır. Məsəl üçün, bax input qatındakı 4 dənə source nodun hər biri irəlidəki və yanındakı qatda olan output qatının gəlir burada, uyğun gəlir burada. Output qatındakı hər bir neyronla birləşməlidir. Məsəl üçün, bu source node bununla da birləşir, bununla da birləşir, bununla da birləşir, bununla da birləşir. O cümlədən bu source node da bununla da birləşir, bununla da birləşir, bununla da birləşir. Yəni, hər bir source node özündən qabaqdakı və özünə ən yaxın olan qatdakı hər bir neyronla birləşir deyə bu fully connected bir neyral şəbəkədir. Amma məsəl üçün, belə olsaydı, 2 dənə tutaq ki, mənim source nodum var. Tutaq ki, 3 dənə də computation nodum var. Tutaq ki, tək qatlı şəbəkədir. Yəni, bura input qatıdır, bura output qatıdır. Onda, bax, məsəl üçün, belə bir arxitektura görsəydik, gəlin, rəngini dəyişək. Belə bir arxitektura görsəydik, bax, görsən, source node gedir buna, buradakı source node gedir buna, bir də buna. Yəni, burada komponent X1-dir. X1 gedir, X1 məlumatı buna və buna gedir. X2 məlumatda tutaq ki, buna gedir. Bir də tutaq ki, buna gedir. Deməli, X1 məlumatını alan neyronlar bu və budur. X2 məlumatını alan neyronlar bu, yenə və budur. Yəni, artıq bu neyron X1 məlumatını alır, amma X2-dən məlumat almır. Bu neyrona baxın. X2-dən məlumat alır, amma X1-dən almır. Bu artıq partially connected adlanır. Çünki tamamilə əlaqə yoxdur. Tək qatlı şəbəkəni başa düşdüksə, gəlin çox qatlıya keçək. Çox qatlının şəklini qəsdən aşağı qoydum ki, müqayisə edə bilək. İlk gözümüzə dəyən şey bu şəbəkənin daha mürəkkəb olmasıdır. Həqiqətən də elədir. Bu şəbəkədə neyronların sayı nə qədər olur olsun, input qatında, output qatında, daxili qatlarda nə qədər neyron olur olsun, ümumiyyətlə neyronlar arasındakı əlaqələr daha çox olmuş olur. Niyə görə? Çünki artıq inputlar direkt outputa verilmir. Inputlar ortada bir sıra hesablamalardan keçir, belə gəlib axıra çatır. Onların üzərində son hesablamalar baş verəndən sonra output çıxır. Ona görə də bu neyronlar, bu şəbəkələr daha doğrusu daha mürəkkəb işlərin öhdəsindən gələ bilir. Çünki neyronlar arasında əlaqə çoxdur. Ona görə də bu neyronun daha qlobal bir baxış açısı qazandığını demək olar. Bu da gördüyünüz kimi fully connecteddir. Bütün nodlarla, qarşıdakı bütün nodlarla belə əlaqəlidir. Ona görə fully connecteddir. Və yazıb ki, bir dənə bunun hidden layer var. Bəli, indi gəldik hidden layer anlayışına. Ümumiyyətlə, multi-layer feed-forward şəbəkələrdə, yəni çox qatlı feed-forward şəbəkələrdə gizli neyron və gizli qat anlayışı olur. Niyə? Çünki input qatı var. Input qatları heç zaten məlumatı alıb ötürənlərdir. Output qatı var. Output qatındakı neyronlar yekun outputu cavab olaraq taskı verən şəxsə çıxaranlardır. Yəni, şəxs həmin cavabları götürür. Bir də onların arasında elə neyronlar var ki, həmin neyronlar direkt cavab çıxartsa da o cavabı biz görmürük. O neyronların cavabı outputlara gedir. Baxın, məsəl üçün, buna baxın, bu neyronlar xariclə əlaqəlidir. Çünki onların cavabı direkt xaricdə görünür. Məsələn, cavabı oldu 2. Bunun cavabı da oldu 3. Atıram da yəni. Bunlar mən uca görəcəm. Amma bu aradakı neyronların outputları mənim əlimə gəlmədən, çörə çıxmadan öndəki output neyronlarına gedir. Burada bir dənə neyron qatı var, gizli neyron qatı var. Minimum zaten bir dənə gizli neyron qatı olur. Ondan başqa da neyron qatı qoya bilərdik. Məsəl üçün, bunların arasına da bir dənə neyron qatı qoya bilərdik. İstəyirsiniz göstərək. ChatGPT-dən soruşmayaq. Google-dan soruşaq. Yazaq ki, multi-layer perseptron çıxacaq. Perseptron hələ bilmirik. Ona görə multi-layer ENN yazacağım direkt. Feed-forward olduğu zaten bəllidir. Məsəl üçün buna baxın. Bu nümunəli fikir verin. Görürsünüz burada artıq təkcə bir dənə yox, birdən çox bizim gizli şəbəkəmiz var. Gizli daha doğrusu qatımız var. Baxın, input qatı buradadır. Onun outputları, daha doğrusu input qatının neyronlarını göstərir. Neyron kimi göstərib, amma source node
kimi göstərməli idi. Yəni bunlarda heç bir hesablama baş vermir. Bunlar məlumatları alır. Vektorun, baxın, bunlar x, n ölçülü bir input vektorunun komponentləridir. Onları götürürlər və irəliyə doğru atırlar. İrəliyə bu ilk gizli neyron qatı bunu hesablayır. Müəyyən bir output çıxarır. O outputu çölə çıxarmadan xoruz imkan verməz. Bu outputları çölə çıxarmadan, yəni bu cavab kimi çıxarmadan öndəki neyronlara atır. Öndəki neyronlar input kimi bu əvvəlki qatı neyronlarının outputlarını götürür, onun üzərində işləyir. Sonra bir dənə də qat ola bilər, bir dənə də qat ola bilər, çoxlu sayda qat ola bilər. Nə qədər çox qat olsa, nə qədər çox gizli neyron qatı olsa, bir o qədər çox proses yaxşıdır. Yəni daha çox mürəkkəbləşir neyron modeli. Sizcə bəs niyə elə olur? Ona elə olmasının səbəbi neyronlar arasındakı əlaqələrdir. Bilirsiniz ki, kommunikasiya linkləri var. Bu linklərin hamısı kommunikasiya linkləridir. Kommunikasiya linkləri neyronların sayı da, neyronların qatı da çoxaldıqca artır. Ona görə neyronlar arasındakı əlaqə sıxlaşdıqca mürəkkəbləşir model. Bax, əvvəl necə idi? Əvvəl buradan gələn input direkt önə gedirdi, o da output çıxarırdı. Amma burada artıq buradan gələn input gedir bu neyronlara. Onlar üzərində bir hesablama edirlər. Sonra o outputlarını göndərirlər öndəki gizli neyron qatına varsa. Yoxdursa direkt output qatına göndərirlər. Məsəl üçün bu bir dənə gizli neyron qatı olan bir multilayer şəbəkədir. Onlar göndərirlər output neyronlarına. Output neyronları da onun üzərində işləyir və nəhayət bir output çıxarır. Artıq burada ortada bir dənə də mərhələ oldu. Gizli neyronlar da bir hesablama elədilər. O hesablama nəticəsində artıq fərqli inputlar arasında əlaqə yarandı. Yəni əvvəl məsəl üçün burada bu neyron məsəl üçün hər 4 inputlu xəbərdar olurdu. Bu neyron da hər 4 inputlu xəbərdar olurdu. Amma onların bir-birinə əlaqəsini təmin etmək biraz zəif idi burada. Lakin burada elə deyil. Burada artıq bu neyronların outputları sonraki mərhələdə qarışır deyə yenə baxın istifadə olunur yenə təkrar. Ona görə də bu daha mürəkkəb taskların öhdəsindən gələ bilər. Bu barədə danışacağıq növbəti bölmədə. Başa düşəcəksiniz nə kimi mürəkkəb tasklar olduğunu. Yəni qısacası hələ ki bilin ki, gizli neyronlar outputlarını birbaşa çöldən görmədiyimiz neyronlara deyilir. Nə input deyirlər, yəni nə inputu birbaşa götürmürlər, nə də outputu birbaşa vermirlər. Onlar ortada yerləşən deməyəcəm. Çünki ortada yerləşən desəm, kitabda olan və mənim bura qoymuş olduğum bu şəklin biraz təhrif eləmiş olaram. Yəni bu şəkildən görə bilirsiniz ki, neyronların, ümumiyyətlə hesablama neyronlarının ortada olduğunu, həmişə ortada olduğunu demək biraz absurd çıxır. Terminoloji olaraq doğru ola bilər, lakin görünüşdə o sizi çaşdırar deyə hələ ki onu deməyəcəm. Nəysə, yəni bilin ki, gizli neyronların outputları birbaşa çöldən görünmür, çünki onlar ortadadırlar, hesablama prosesinin bir parçasıdırlar, cavab vermədə iştirak edirlər, lakin biz onların cavabını birbaşa görmürük. Nə qədər çox gizli neyronumuz olsa, bir o qədər yaxşıdır, çünki bir o qədər mürəkkəbləşir. Bizim sistemimizin düşünmə tərzi bir o qədər yaxşı insight çıxara bilir inputdan. Hələ ki bunu bilsəniz bəsdir. Bu arada multilayer şəbəkələri adlandırma üsulu var. Necə adlandırma üsulu var? Input qatındakı nodların sayını deyirlər. Məsəl üçün 10. Bu biraz mən yenə zülm çəkəcəm yazanda. Ona görə bura 3 idi, düzdürmü? Yox, 10 demirəm. Bax, bura belə bir şey eləyək. Burada bir dənə boş yer tap, hələ bura olsun da. Nə olacaq ki? Burada ola bilər. Baxın, gəlin bu multilayer neyronu şəbəkəni adlandıraq. 10 dənə source nodu var. Ona görə ilk 10 deyirik. Belə bir dənə defis qoyuruq. Sonra nə qədər gizli neyron qatında gizli neyron varsa sırayla onu deyirik. Məsəl üçün bizim bir dənə gizli neyron qatımız var. Onda 4 dənə neyronu var. Ona 4 yazırıq, sonra da 2 yazırıq. 2 nədir? Bəs output neyronlarının sayıdır. Onda bu şəbəkəni biz 10-4-2 şəbəkəsi kimi adlandıra bilərik. Şəbəkənin feed forward olduğu qeyd olunduqdan sonra bunu baxanda bilərsən ki, 10 dənə source nodu input qatında, 2 dənə output qatında neyronu, 4 nə olar? O aradakı nədir? Hidden qatdakı, gizli qatdakı neyronu olur. 10-4-2 neyron deyilir, şəbəkəsi deyilir. Məsəl üçün, daha ümumi yazası olsaq necə yazarıq? Daha ümumi yazası olsaq, əvvəl inputların sayı deyilir. Input qatındakı neyronların sayı deyilir, daha doğrusu. Input qatındakı neyronların sayı başqa adından source nodların sayı. Yəni bunu i ilə işarətləyək. Sonra gizli qatlara
uyğun gələn sırayla birinci gizli qatdan başlayaraq neyronların sayı. İndi məsəl üçün bizim bir dənə gizli qatımız var deyə elə direkt ədəd yazdım. Ümumi forması belə yazılır. H1, yəni hidden layer 1. Burada nə qədər neyron varsa o. Sonra ola bilsin bizim ikinci hidden layer'ımız da var. Oradakı neyron sayı. Üçüncü ola varsa üçüncü və s. belə gedir. Və ən sondakı output neyronlarının sayı. Bu şəkildə adlandırılır çox qatlı neyron şəbəkəsi. Oldu mu? Feed forward olduğu qeyd olunmalıdır mı? Və nəhayət gəlirik biz ən sonuncusuna. Ən sonuncusu isə rekurrent neyral şəbəkələrdir. Rekurrent neyral şəbəkələrin feed forward şəbəkələrdən tək fərqi onların yaddaşının olmasıdır. Yaddaşının olması nə deməkdir? Keçmişi xatırlayır deməkdir. Yəni, keçmişi xatırlayırsa necə sistemdir? Dinamik sistemdir. Bəs niyə keçmişi xatırlayır? Çünki feedback loopları var. Feedback looplarının içərisində, yadınızdadır biz feedback loopunu çəkəndə belə eləmişdik. Baxın, bura biz bir dənə nod qoymuşduq. Bu nod demişdik X-ray olsun. Yəni, əsl input siqnalı buradan götürülsün xaricdən. Sonra bu ortaya bir dənə daxili siqnal qoymuşduq. Daxili siqnalı da X-ray ilə işarətləmişdik. Bir dənə də bu xaricə nod qoymuşduq çöl tərəfə. Orada YK yazmışdıq və YK ilə bu output'u işarətləmişdik. Və output siqnalını yəni. Və buradan da bir dənə bura ox qoymuşduq. Buradan beləsinə bir ox işarəsi. Buradan siqnal beləsinə axır. Buradan beləsinə axır. Buradan isə bu tərəfə axır. Və yadınızdadırsa bura A operatoru yazmışdıq. W kimi nümunə ilə göstərmişdik. Buraya isə B operatoru yazmışdıq. Hansı ki B Z üzəri -1 idi. Yəni unit time delay operator idi. O da bir zaman vahidi qədər bizim əlimizdəki YK-nı output'u geri qaytarırdı. Yəni keçmiş output'u təzə input'a qatırdı ki, növbəti input, yəni təzə output, daha doğrusu təzə output köhnə output'dan təsirlənmiş olsun. Deməli nə eləyirdi? YK-nı, yəni output'u Z üzəri -1-dən keçirirdi. Yəni keçmişə, bir vahid keçmişə qaytarırdı və o keçmişə qaytarılmış versiyanın təzə input'u qatıb təzədən göndərirdi. Yəni bura təzədən göndərirdi. İşte bunun sayəsində keçmiş output unudulmurdu. Keçmiş output'un hesabına bizim sistemimiz yaddaş qazanırdı. Sonra biz onu bura A, bura Z üzəri bura W, bura Z üzəri -1 deyəndən sonra biz onu sadələşdirdik. Sadələşdirəndən sonra axırda biz feed forward şəbəkə kimi buna davranmağı öyrəndik. Yəni artıq buradakı inputların köhnəlməsi output'u necə dəyişir, onu gördük. Yəni hər dəfə input gələndə əvvəlki input köhnəlir axı, amma köhnələn input hələ də bu output'un bir hissəsi olduğunu göstərmişdik. Yəni feedback loop dediyimiz şey budur. Biz bunu burada görürük. Bax, output'unu bir vaxt geriyə qaytarır və digər neyronlara input kimi verir. Görürsünüz, oxları izləyin. Məsələn, bunun output'una baxın. Bunun output'u bir vaxt geriyə qaytarır zamanda və gəldi bax buradan birinci neyrona verir. Buradan üçüncü neyrona verir və buradan da dördüncü neyrona verir. Amma özünə vermir. Ona görə bunun self-feedback loopu yoxdur. Self-feedback loopunun olmaması o deməkdir ki, öz outputunu özünə input kimi vermir. Məsəl üçün, bax bu neyron özünün outputuna baxın, heç özünə girmir. Özünün outputunu inputuna əlavə eləmirsə, sistemdəki neyronlar, onda bu sistemin self-feedback loopu yoxdur. Amma bax, öz outputunu gedir başqa neyronlara input kimi verir. Oldu mu? Və bu şəbəkənin gizli neyronları yoxdur. Ümumiyyətlə bu şəbəkə, ümumiyyətlə bu kitabdakı rekurrent şəbəkələrin dizaynı biraz qəlizdir. Və bu iki şəbəkə dizaynı biraz qəlizdir. Mən sizə normal RNN göstərim. Yəni nə tərzdə? Normal RNN göstərim. Məsəl üçün, belə feed forward şəbəkə kimi görünür, fikir verirsinizsə. Yenə input qatı var, output qatı var, arada gizli qatları var. Lakin gizli qatlardan məlumatlar, outputlar əvvəlki gizli qatlara qayıda bilir input kimi. Məsəl üçün, artıq bu neyronun inputu təkcə bu üçü deyil, yəni təkcə belə buradan düzünə gələn deyil, həm də buradan geriyə qayıdandır. 4 dənə bunun inputu olmuş olur. Oldu mu? Yəni, bu normalda rekurrent şəbəkələrin bəsit şəkildə desək quruluşudur. Məsələn, buna baxın. Bu neyronun self-feedback, ümumiyyətlə bu şəbəkənin self-feedback loopu var.
Niyə görə? Çünki bu neyronun outputu özünə təzədən input kimi qayıdır. Gördünüzmü? Ona görə bunun self-feedback loopu var. Amma bayaq göstərdiyim şəklin, məsəl üçün bu şəkli idi səhv eləmirəmsə, bunun self-feedback loopu yoxdur. Heç bir neyron öz outputunu özünə qaytarmır, əvvəl başqalarına qaytarır. Oldu mu? Başa düşdünüz? Yəni rekurrent şəbəkələr budur qısacası. Yəni feedback loopu olan şəbəkələrdir. Lakin kitab bunu o qədər mürəkkəb çəkib ki, mən istəyirəm ki, onu izah edeyim. Məsəl üçün, bura baxın, buranın xarici source nodu yoxdur. Həmçinin outputu yoxdur. Yəni source nodu və outputu göstərməyibsə, deməli şəbəkənin sadəcə daxilini göstərməyə çalışıb. Şəbəkənin xarici əlaqəsini heç bir şəkildə göstərməyib. Onda biz buranı oxumalıyıq. Burada yazır ki, bunun hidden neyronu yoxdur. Gizli neyronu yoxdur. Bu nə deməkdir? Deməli gördüyümüz 4 dənə neyron var. Bozuntu olanlar neyronlardır, düzdürmü? Yəni gördüyüm 4 dənə hesablama nodu var. Həmin hesablama nodlarının outputları əgər bu şəbəkədə gizli neyron yoxdursa, deməli direkt çölə verilir. Yəni direkt həmin o müştərinin, yəni istifadəçinin əlinə verilir bu neyronlar. Bu neyronların outputları. Başa düşdünüz? Yəni bunun gizli neyronu yoxdursa, deməli gördüyüm bu 4 dənə şey output neyronudur. Inputlar hanı? Inputlar olaraq böyük ehtimal bunları götürüb elə. Çünki bunlar inputları təmin edir. 0-cı anda da elə buradan input veriblər. Ya da ki, qıraqdan çəkmək istəyiblər, amma çəkməyiblər. Outputlar da çəkməyiblər onsuz. Yəni belə də çəkə bilərdilər. Baxın, belə də çəkə bilərdilər. Buradan inputları göndərə bilərdilər bunlara. Oradan direkt əlaqə yaratmaq istəyə bilərdilər və s. Yəni bu şəbəkənin əsas onu başa düşün ki, self-feedback loopu yoxdur. O deməkdir ki, outputlar özlərinə input kimi gəlmir. Həmin o outputlar digər neyronlara input kimi verilir və feedback loop olduğuna görə dinamikdir. Həmçinin qeyri-xəttidir. Ona görə ki, neyronlardan ibarətdir. Çünki bilirsiniz, neyronların aktivasiya funksiyaları var. Aktivasiya funksiyaları da qeyri-xətti funksiyalardır. Ona görə. Bir də bu ikinci şəkil var. İkinci şəkildə artıq deyir ki, gizli neyronlar var. Gizli neyronlar sizcə hansılardır? Təbii ki, bu ikisidir. Baxın, bu və bu. Bu iki neyron gizli neyrondur. Niyə görə? Çünki baxın, bunların birbaşa xaricdə əlaqəsi yoxdur. Ümumiyyətlə, rekurrent şəbəkələrdə görürsünüz, bax, bunlardan fərqlidir bu. Bax, bunu göstərdiyimə baxın. Burada da gizli neyronlar var. Burada da gizli neyronlar var. Amma bunu biraz fərqli çəkib müəllif. Burada elə görünür ki, sanki gizli neyronlarla output neyronları eyni sıradadır, eyni qatdadır. Lakin elə deyil normalda. Yəni, bu dizaynın necə olması sizi çaşdırmasın və ya düşündürməsin. Əsas odur ki, nəyə çəkməyə çalışıblar, özünü onu qeyd eləmiş olsunlar. Məsəl üçün, burada 2 dənə input var. Həmin o inputlar üstəki 2 dənə neyrona verilir. Bu neyronlar 0-cı anda, ümumiyyətlə bu şəbəkədə 0-cı anda sadəcə buradan input gəlir. İndi biz neyronun, sistemin, yəni şəbəkənin işlək halından danışırıq. Yəni şəbəkəni öyrətmişik, train eləmişik, bu haqqda növbət dərsdə danışacağıq. Train eləmişik. İndi qalıb bunun cavab verməsi, yəni yoxlanılması. Artıq, yəni tutaq ki, yoxlamışıq da, artıq işlədirik. Artıq buna input verirəm. Bu rekurrent şəbəkədə unutmayaq, bunun yaddaşı var. Yəni bunun istifadə olunduğu kontekst artıq bu pişikdimi deyilmi? Bu kimi suallar deyil. Yəni bu kimi tasklar deyil. Onların taskları fərqlidir. Məsəl üçün sualların, nə bilim, cümlələrin oxuması NLP-də falan istifadə olunacaq. Hansı ki, bu rekurrent şəbəkələrin inputları bu rekurrent şəbəkənin inputu 0-cı anda sadəcə bu ikisindən təmin olunur. Bu ikisi tərəfindən bu şəbəkənin inputları təmin olunur. Bu ikisi o şəbəkənin, o ilkin inputlar üzərində işləyir və dərhal bir output çıxarır. Həmin o output direkt çölə verilir və həm də yaddaşda saxlanılır. Sonra həmin o yaddaşda saxlanan outputlar həm özlərinə, və bunların artıq self-feedback loopu var, həm özlərinə, həm də digər neyronlara, gizli neyronlara input kimi verilir. Fikir verin, bu inputların, bu neyronların başqa inputu yoxdur. Yəni xaricdən inputu yoxdur. Ona görə ilk anda t bərabər 0 anında bu ikisi boşdur. Bunlara çünki input gəlmir axı. Başa düşdünüz niyəsini? Onlara input gəlmir deyə t bərabər 0 anında bu ikisi boşdur. Amma bu ikisi deyil. Bu ikisinə hələ də ilk 0 anda da input gəlir. Onlar ilk outputlarını çıxarırlar və həmçinin həmin outputları geriyə atırlar input kimi ki, sistemin yaddaşında qalsın. Məsəl üçün, cümlə oxumalıdır. Sistem cümlə oxuyur. Həmin o cümlənin ilk sözünü, məsəl üçün, output kimi çıxardı. Sonraki sözləri də əlaqə yarada bilsin deyə həmin sözü unutmamalıdır. Çox rəf bir nümunə deyirəm, başa düşəsiz deyə. Artıq sonraki andan, t bərabəri 1 anından başlayaraq, həm bu ikisinin inputu var. Bu inputlar şəbəkənin özünün daxilindən də gəlir. Birbaşa xaricdən də gəlir. Artıq mən növbəti bir input vermişəmsə, o input da buna gəlir.
Buradakılar da gəlir. Yəni axan bir taskdırsa, daimi olaraq məsəl üçün davamlı mətn oxumasıdır, mətn tanımasıdır, nə bilim səs asistanıdır. Yəni o zaman axan məlumatdan söhbət gedir, düzdürmü? Axan məlumatdan söhbət gedirsə, davamlı olaraq təzə input gəlir, həm də öz outputları qayıdır, input kimi verilir. Və artıq t-bərabəri 1 andan etibarən bu ikisinin də inputu var. Nədir inputları? Bu ikisinin çıxardığı bayaqki outputlar bunlara input kimi verilir. Bu qədər. Və ən sonda da artıq bunlar həmin o cümlədirmi, mətndirmi, nədirsə konteksti tam başa düşmüş olurlar. Çünki əvvəlki sözlərlə əlaqəni itirməmiş olurlar. Bu qədər. Başa düşdünüz yəqin ki, rekurrent şəbəkə nədir? Rekurrent şəbəkələrin həm feedback loopu olur, həm nədir? Yəni rekurrent şəbəkələrin feedback loopu olur. Feedback loopu sayəsində sistemin yaddaşı olur və sistem dinamik sayılır. Həmin feedback loopu self-feedback loopu ola bilər. Self-feedback loopu o zaman olur ki, verilən neyronun, yəni feedback loopuna sahib neyronun outputu həmin neyronun özünə input kimi gəlsin. O zaman self-feedback loopu var. Gəlmirsə, digərlərini qaydırsa self-feedback loopu yoxdur. Rekurrent şəbəkələrində gizli neyrona sahib olanı və olmayan ola bilər. Gizli neyron varsa, həmin gizli neyronların outputlarını biz görməyəcəyik. Sistem daxilində o işlənəcək. Məsəl üçün, buradakı kimi bunların outputu birbaşa çölə çıxmır. Öz sistem daxilində istifadə olunur. Bunların outputlarına təsir edir, amma biz görmürük. Burada elə bir neyron yoxdur ki, mən onu çöldən görməyim. Çünki bunun gizli neyronu yoxdur deyir. Və bunda bunlar output neyronlarıdır. Onda elə bir neyron yoxdur ki, mən onun çöldən outputunu görməyim. Ona görə də bunun gizli neyronu yoxdur, bunun isə var, amma daha sadə forması internetdə görə bilərsiniz. RNN-lərin ən sadə versiyalarında başa düşməyiniz üçün görə bilərsiniz ki, əslində RNN necə şeydir. Oldu mu? Məsəl üçün, burada görüm nə yazıblar. Bunları input kimi götürüblər. Həm bu RNN-lərin biraz mürəkkəb versiyasıdır. RNN-lərin irəlidə keçəcəyimiz versiyasıdır. Bu feedback loopudur. Bu da feedback loopunun açılmış versiyasıdır. Unfold olunmuş versiyasıdır. Mənim bu feedback dərsini keçəndə sonlara yaxın göstərdiyim bir şey var idi. Yadınızdadırsa, biz nə eləmişdik? W-dən asılı bir formul yaratmışdıq. Sonra o formulun L bərabərcə 0-dan sonsuza getdiyini yazmışdıq. Lakin sonra dedik ki, gəlin elə bir n ədədi olsun ki, n-dən sonraki W-nun bütün qüvvətləri 0-a getsin. Yəni n praktiki olaraq əhəmiyyət daşıyan sonuncu qüvvəti olsun W-nun. Ondan eləmişdik, n-ci qüvvətə qədər W-ları önəm kəsb elədiyini qeyd eləmişdik. Ora qədərkiləri toplamışdıq falan və həmin o formula uyğun feed-forward modelini qurmuşduq RNN-in, düzdürmü? RNN deyildi, adicə feedback sistemi idi. Onun feed-forward formasını qoymuşduq. O hadisəyə, yəni feedback loop olan rekurrent bir şəbəkənin feed-forward şəbəkə kimi göstərilməsi hadisəsinə unfolding deyilir. Yəni o qatları, sanki o rekurrent şəbəkəni açırsan, irəli bəsləmə şəbəkəsi kimi göstərirsən. Bu da ona yazmağa çalışır. Baxın, adicə bir rekurrent şəbəkədir, çünki burada bir output, bir geri bəsləmə teması var. Feedback teması var. Həmin o feedback-in biraz açılmış versiyasını göstərib. Və yaxud da burada da var. RNN-lərin daha mürəkkəb quruluşları var. Bizim bu gördüklərimiz çox sadələridir. Yəni ən sadə feedback sistemi olan RNN-lərdir. Belə burada da var. Burada da yenə unfold ediblər. İrəli bəsləmə şəbəkəsi kimi göstəriblər. Bunların hamısını keçəcəyik gələcək dərslərdə. Bu qədər. Deməli, neural şəbəkələrin arxitekturalı qrafikləri ümumilikdə 3 cür olur. Arxitektura baxımından neural şəbəkələr 3 cür olur. İrəli bəsləmə, amma tək qatlı, irəli bəsləmə, amma çox qatlı və rekurrent şəbəkələr. Rekurrentlərin də gizli neyrona sahib olanları və olmayanları var. Bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Hələ ki, bu qədər anlayış qazanın. Şəbəkə görəndə ən azından multi-layer'dimi, single-layer'dimi, recurrent'dimi bunu anlayın. Ən azından gizli neyron nə deməkdir? Bunları başa düşün. Hələ ki, bu qədər bəsdir. Bu qədər izlədiyiniz üçün çox sağ olun.